Salam Maklar. Bugün gənclərin gələcəyindən danışacağıq. İdeyası olan, startap qurmaq istəyən, inkişaf etmək, xaricdə oxumaq istəyən gənclər üçün bugün hansı imkanlar var? Dövlət proqramları, təqaüdlər real fürsətdirmi? Gəlin bütün bu suallara birlikdə cavab axtaraq. Studiyamızın bugünkü qonağı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Enterprise Azərbaycan portalının rəhbəri İsa Qasımovdur. İsa müəllim, xoş gəlmisiniz. Xoş gördük. Bugün startap ekosistemindəki yeniliklərdən, müəyyən mexanizmlərdən və ümumiyyətlə startap necə qurulur bu barədə danışmaq istəyirik. Gəlin əvvəlcə ondan başlayaq ki, yeni öz layihəsini yaratmaq istəyən, startap qurmaq istəyən bir gənc nədən başlamalıdır və ölkəmizdə bunun üçün hansı imkanlar yaradılıb? Aha, çox gözəl. Ümumiyyətlə startap amili, startap anlayışı yeni devrin, informasiya devrinin bilik iqtisadiyyatını gətirdiyi bir anlayışdır. Gənclər startap qurmaq istəyirlərsə, birinci növbədə öz təşəbbüskarlıq bacarıqlarını inkişaf etdirməlidirlər və bu istiqamətdə bilikdən istifadəyə fokuslanmalıdırlar. Yəni startap bilikdən istifadəyə hesablanmış bir biznes növüdür. Startapın formalaşmasında əsas amil bilik kapitalıdır. Bilikdən istifadədir. Bəs ölkəmizdə bununla bağlı hansı imkanlar var? Əlbəttə ki, Azərbaycanda innovasiya ekosistemi, o cümlədən startap ekosistemi formalaşma mərhələsindədir. Yəni ilkin mərhələsindədir. Biz bu prosesə son illərdir ki, bir neçə ildir ki, qoşulmuşuq və amma bu ümumi Azərbaycanda bilik iqtisadiyyatı formalaşması strategiyaları olduğuna görə bu proses deyərdim ki, sürətlə gedir. Amma burada bir amil də var ki, bu proses dünyada daha da sürətlə gedir. Yəni bizim sürətimiz sürətli olsa belə dünyadakı qlobal qabaqcıl ekosistemdəki sürətləri təqib etməli, yəni onları tez öyrənməli və yerli bazarın imkanlarına, yerli bazarın tələblərinə, ehtiyaclarına uyğun olaraq tətbiq olunmalıdır. Dövlətin bu sahədə müxtəlif istiqamətdə strategiyaları var və müxtəlif dövlət strategiyalarında startapların inkişafı ilə bağlı məqamlar var. Bu həm təhsil, həm elmlə bağlı, həm bir kiçik və orta biznesin inkişafı istiqamətində, həm də ümumiyyətlə innovasiya ekosisteminin inkişaf etdirilməsi istiqamətində startaplara yeni imkanlar, yeni qapılar açan motivlər var və bunlar tətbiq olunur. Bunların təbii ki, miqyası müxtəlif istiqamətlərdə ölçülə bilər. Ancaq deyərdim ki, Azərbaycanda bu sahə ən çox rəqəmsal texnologiyaların tətbiqi istiqamətində diqqəti çəkir. Təbii ki, bunlar imkanlardır. İsa müəllim, bilik kapitalından danışdınız. Bu biliyi startap qurmağın nəzəriyyəsini hardan öyrənməliyik? Yəni bu təhsil sistemimizdə belə bir istiqamət mən bildiyim qədərilə yoxdur. Və yaxud təhsil sistemində öyrəndiklərimizi mi burada istifadə etməliyik? 3 nəsil universitet var. Birinci nəsil universitetin məqsədi təhsil vermək idi. Formalaşdırmaq istədiyi dəyər isə insan resursu, başqa sözlə ixtisaslı kadr hazır idi. İkinci nəsil universitetlərin məqsədləri təhsil və tədqiqatdır. Onların formalaşdırmaq istədiyi bu məqsədlərə uyğun dəyər, tədqiqat bacarıqları olan, tədqiqat apara bilən ixtisaslı mütəxəssis. Bu sənaye devrinin tələbi idi. Amma indi bilik iqtisadiyyatında, informasiya cəmiyyəti devrində üçüncü nəsil universitetlər prioritetdir. Üçüncü nəsil universitetlərin məqsədlərinə diqqət eləyin. Təhsil var, tədqiqat var, bilikdən istifadə var. Biraz öncə də izah etmişdik ki, startap bilikdən istifadəyə hesablanmış bir biznes, bir fəaliyyət növüdür. Və dolayısıyla üçüncü nəsil universitetlərin formalaşdırmalı olduğu dəyər və ya formalaşdırmaq istədiyi dəyər ixtisaslı kadr, ixtisasını yaxşı bilən insan resursu, tədqiqat bacarıqları olan, analitik bacarıqları olan, amma sahibkarlıq bacarıqları da olan. Fikir verdiniz, sahibkarlıq bacarıqları, biraz öncə mən təşəbbüskarlıq sözünü işlətmişdim. Bunlar bilikdən istifadəyə insanı təşviq eləyir. Amma gənclərə baxan tərəfi ilə əlbəttə ki, məsələn, yaşlıların danışdığı lətifələrə gənclər gülmür. Bu o deməkdir ki, onların yeni fikirləri var, həyata yeni baxışlar var. Mən məcazı mənə o misalı dedim. Təbii ki, gənclər üçün texnologiyada daha fərqli əlçatanlıq var. Bütün bunların
fonunda gənclər əgər bilikdən istifadəyə qarşı bir təşəbbüs göstərsələr, o təşəbbüs onlara liderlik də öyrədəcək, komanda işləməyi də öyrədəcək, bazarın reallıqlarını tanıdacaq və sizin sualınızdan irəli gələn bütün məsələlərə o startap fəaliyyəti onlara o özü-özündən öyrənmə fürsətləri verəcək, öyrənə biləcəklər. Tətbiq edərək öyrənə biləcəklər. Yəni startap fəaliyyəti bilik əsaslı bir işdir və tətbiqi sevir. Məsələn, adətən deyirlər ki, sahibkarların psixologiyası daha stressə davamlı, riskə daha çox meylli. Startapçının şuuraltısı necə olur? O startap fəaliyyətində onlar da onu öyrənirlər tədricən. Hı hı. Dialoqu öyrənirlər, tərəfdaşlığı öyrədirlər, soyuqqanlı olmağa çalışırlar. Burada bilirsiniz nə var? Mən bir məqamı deyəcəm. Biznesdə belə bir məsələ var da, siz haqlı olmaq istəyirsiniz, yoxsa qazançlı? Hı hı. Biznes üçün qazançlı cavab olacaq. Amma bu o demək deyil ki, yalan danışıb qazançlı mənasında deyil. Yəni biznes mübahisələrindəki məqama gedirəm. Sahibkarlar bu ifadəni daha yaxşı başa düşürlər ki, mən nəyi vurğulamaq istəyirəm. Startapın da hədəfi bir biznes olduğuna görə, Biznes, sahibkarlıq fəaliyyəti olduğuna görə boşuna inadkarlıq yox, biznesin tələbi nədir? Bazar nəyi istəyir? Bazarda gözləntilər nədir? Yəni bizim təklif edəcəyimiz həll yolu çox mükəmməl ola bilər, amma bazara o qədər lazımdırmı? Hı hı. Bazara hansı formada lazım idi? Bəs sizcə bugünkü gənclər bazarı kifayət qədər yaxşı araşdırırmı? Məncə araşdırmırlar kütləvi olaraq. Az miqdarda, amma bəzi gənclər var ki, kifayət qədər araşdırırlar. Hətta bəzən müəllimlərdən də yaxşı araşdıran gənclər var. Bu sevindirici haldır, amma kütləvi olaraq qənaətimcə bazarı araşdırmadıqları qənaətim var. Təbii ki, burada öyrənmə prosesinin böyük rolu var. Qiymətləndirmə prosesinin böyük rolu var ki, öyrənmə prosesində qiymətləndirmə mexanizmi nə qədər tələb edir bazar araşdırmanı? Təqaüd proqramları və hansı dövlət proqramları var ümumiyyətlə bu istiqamətdə? Startap ekosistemini dəstəkləyən bir çox təqaüd proqramları var. Yenə də ən çox ağlıma gələn sizin sualınızı dinləyərkən rəqəmsal sektordadır, amma yenə də innovasiya ekosisteminin inkişafı ilə bağlı əsasən bunu qarşımıza çıxır. İnnovasiya Rəqəmsal İnkişaf Agentliyinin həyata keçirdiyi proqramlar şəklində qarşımıza çıxır. Kobiyanın müxtəlif proqramları var və eləcə də ayrı-ayrı qurumların fəaliyyətləri var. Elə mən Enterprise Azərbaycanı təmsil etdiyimə görə mən icazənizlə oradan demək deyim ki, təqaüd proqramı olmasa da, biz bunu təqaüd proqramı kimi tətbiq etməsək də, tamamilə dövlət hesabına insanlara biz hər il Startup School layihələri çərçivəsində hər il 1000-2000 nəfər civarında gənci bu startup ekosisteminə inteqrasiyasını təmin edirik, onları dəstəkləyirik, onların inkişaf etmiş startupları isə investorlar, yerli və qlobal investorlara çıxardırıq, inteqrasiyasını təşkil edirik. Bu tamamilə dövlət hesabına olur. Bir növ təqaüd proqramı kimidir. Yəni bu cür imkanlar ayrı-ayrı qurumlarda da var, amma yenə də deyirəm, bütün bu fəaliyyətlərin fonunu biz qlobal bazarın inkişaf dinamikası ilə, miqyası ilə ölçərək müqayisə etməliyik və ona görə növbəti addımları atmalıyıq ki, innovasiya ekosistemi həqiqətən dəyər formalaşdırıb bazara təklif edə bilsin. Bəs region imkanları nə qədər əlçatandır? Daha doğrusu bu imkanlar region gəncləri üçün nə qədər Bilirsiniz, əlçatan? infrastruktur baxımından paytaxt əlbəttə ki, regionlardan irəlidədir. Böyük şəhərlər dünyanın hər yerində belədir. Ancaq indi regionlarda innovasiya mərkəzləri açılır. Artıq regionlarda region universitetləri kifayət qədər dinamik olmaya başlayıblar. Bu bir fürsətdir. Peşə təhsili müəssisələri artıq kifayət qədər regionlarda dinamik olan peşə təhsili müəssisələri var. Həmçinin bu sistem mərkəzləri var ayrı-ayrı regionlarda. Bu böyük imkandır startup ekosisteminin inkişafı üçün. O istiqamətdə müəllimlərin peşəkar inkişafı ilə bağlı proqramlar var. Bir də burada bir məsələ var. Regionda əsas çatışmazlıq o infrastruktur dinamikasıdır deyərdim. Çünki rəqəmsal alətlərlə indi ən ucqar kəndlərə belə internet imkanları var. Rəqəmsal alətlərlə bütün informasiya əlçatandır. Sadəcə olaraq o işgüzar şəbəkələşmənin formalaşması, o deyək ki, startup ekosistemi atributları kimi olan hackathondur, bootcampdır, inkubasiya, akselerasiya proqramlarının çoxluğu baxımından regionlar təbii ki, inkişaf etdirilməlidir. Regionlara baxış artırılmalıdır qənaətimcə. Bu həm də nə üçün önəmlidir bilirsinizmi? Mən buna inanıram ki, regiondakı insanın beyni daha sıx olan məskunlaşmış ərazilərin beynindən daha rahatdır.
Mhm. Və bu baxımdan oradakı insanlarla iş aparılsa, daha yaxşı işlər aparılsa və yaxşı nəticələr daha çox yaxşı nəticələr əldə etmək olar. Təşəkkür edirik səbə Çox gəldiyiniz sağ olun. üçün, vaxt ayırdığınız üçün. Çox Mən sağ olun. təşəkkür edirəm.